Salam əziz treyderlər və investorlar. Analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Lazım olsa onu dayandıra bilərsiniz. Sözü gedən təşkilatın bütün parametrlərini daha diqqətlə nəzərdən keçirməyi təklif edirik. Şirkətin əsas göstəricilərinə baxacağıq. Terrauf Inc. Ticker WLF. İcmal 20 aprel 2025-ci il tarixinə məlumat əsasında yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət Terrauf Inc. alt kateqoriyaya aiddir. Tripto müqayisədə 36 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonunda sifariş cədvəlini tapın. Şirkət üçün ümumi nəticə belədir. 10 baldan -8. Alt kateqoriya üzrə orta xal 1,1 bal. Geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Qeyd edə bilərik ki, bütövlükdə bütün fond bazarı üzrə orta nəticə 1,8 bal təşkil edir. Şirkət üçün -8 xal hesabına Terrauf Inc. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Terrauf Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. Terrauf Inc. 25,6% dəyişiklik göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %9,6. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin biz bu faktı nəzərə almalıyıq. Şirkətin bazar kapitallaşması Terrauf Inc. 0,9 milyard dollar qiymətləndirilir. Və alt kateqoriyanın kapitallaşması 66 milyard dollardır. Terrauf Inc. 1,36% paya malikdir. O, alt kateqoriyada olan kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,23 milyard dollar həcmində qiymətləndirilir. Alt kateqoriyanın kapitallaşması isə 26 milyard dollardır. Terrauf Inc. 0,899% pay təşkil edir. Birjanın işğal olunmuş səhmlərini və balans kapitallaşmasını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Terrauf Inc. alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 1,36% təşkil edir. Balans dəyəri 0,899% təşkil edir. Bu, bazar dəyərinin payından 34% azdır. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi PIS -1 bal. Tədqiq olunan şirkətin borc öhdəlikləri 0,467 milyard dollar təşkil edir. Balans dəyərinə olan maliyyə öhdəlikləri şirkətin kapitalının 203%-ni təşkil edir. Şirkətin maliyyə öhdəliklərinin səviyyəsinə görə qiymətləndirmə çox pis -2 bal. Şirkətin səhm qiymətinin mənfəətinə qalığı 0-dır. Alt kateqoriyada orta göstərici 57-dir ki, bu da alt kateqoriyadan xeyli pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi çox pis -2 bal. Son 12 ayda mənfəət -73 milyon dollar olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan mənfəətin 45 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 38,4% azdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin gəlir balansına qiyməti 6,4. Alt kateqoriya üzrə orta qiymət 4-dür ki, bu da alt kateqoriyadakı orta göstəricidən 60% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin onun gəlir göstəricisinə qiymətləndirilməsi dözümlü -0,5 bal. Son 12 ayda gəlir 140 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin qiyməti üçün son dərəcə pisdir.
Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək satış həcmlərinin qiymətləndirilməsi. PIS -1 bal. Marja -52,5% təşkil edir. Alt kateqoriyada orta göstərici 7,1%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 59,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi. Dözümlü -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,152% təşkil edir. Bu, bazar kapitallaşma payından 795% azdır. Və bu fakt şirkətin birja dəyərindəki balanssızlığı göstərir. Terraulf Inc. çox güman ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği $75,125.000 bərabərdir. Və alt kateqoriya üçün $8,396.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 794,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi. Dözümlü 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği $6,108,300. Alt kateqoriya üzrə orta qiymət $147,200. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 4,48% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Dözümlü -0,5 bal. Təşkilatın fərdi işçisinə düşən satış həcmi $11,667.000. Alt kateqoriyaya görə $2,078.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 461%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə hər bir şirkət işçisi üçün gəlir payının qiymətləndirilməsi. Dözümlü -0,5 bal. Səhmlər qısa 30,4%, alt kateqoriya üçün orta hesabla 9,7%dir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Göstərici RSI 14 şirkət üçün %39 səviyyəsini göstərir. Terraulf Inc. Alt kateqoriyada isə bu səviyyə təxminən 45% təşkil edir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Terraulf Inc. Şirkətin cari səhm qiyməti təxminən $2,34. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $8,4 civarındadır. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 243%dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəli yardım sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində Terraulf Inc. Səhmlərin qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. $2,35 dəyərində ucuzlaşma üçün sifariş açın. Sifariş açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Şirkətin qiymətləndirməsi qiymətləndirmə modelinə, Akimin indeksinə əsaslanır. Mənfəət götürmək 1,56 səviyyəsində müəyyən edilmişdir. Stop loss 3,14 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sərəncam 20 may 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən müstəqil şəkildə müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker BT əsas alış əməliyyatına çevriləcək. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb.
Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş avtomatik olaraq bağlanır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun. Guru Markets